Organik dropshippingə başlamaq üçün nə qədər xərciniz çıxacaq? Bu sual çox verilən suallardan biridir. Çox adama maraqlı gəlir. Burada biz organik dropshippingdən danışacağıq, mənim elədiyim modeldən. Hal-hazırda AI ilə elədiyimiz üçün sizin əsas xərciniz AI-lara verəcəyiniz subscriptionlar olacaq. Hixfield, Cloud kimi AI-lara verəcəyiniz. Hixfield'ın aylığı düzəltdiyimiz video sayından asılı olaraq $50-dan $200 qədər dəyişə bilir. Nə qədər çox məhsul test etsəniz, o qədər çox kredit gedəcəyi üçün daha çox pul çıxır. Cloud-un aylığı isə təxminən $100-dır pro planı, əgər Cloud-dan kreditindən istifadə etmək istəyirsinizsə. Amma bundan kənar Shopify-a $1 veririk sadəcə ilk 3 ay. Əgər LLC formalaşdırmaq istəsəniz bu $350-400 arasıdır. Amma bunların heç birini əslində eləməyinizə ehtiyac yoxdur ən başlanğıcda. Ən başlanğıcda sadəcə məsləhətim olar ki, başlayın Hixfield-da videoları düzəltməyə özünüz. Bundan da bir yerdə bir məhsulları test edib görürsüz ki, videolarınız necə alınır. Əgər yaxşı alınacağını düşünürsünüzsə, onda LLC-ni açın, formalaşdırın və saytınızı qurun. LLC-nin əmələ gəlməyi təxminən bir aya yaxın çəkir. Poçta vergi nömrəsini gözlədiyiniz üçün və bundan kənarda bir xərc yoxdur. Bütün başlanğıc xərcləriniz budur və xərciniz stabil olaraq qurandan sonra LLC-nizi stabil olaraq aylıq təkcə Hixfield və Cloud planlarına gedəcək. Heç bir məhsul zakaz eləmirik artıq. Bütün videoları yayla düzəldirik.